Mən Məhərrəmi Pirağa, mənim 14 yaşım var. Mən Gözdən Əllər Məktəbinin 7-ci sinifində oxuyuram. Mərkəzə gəlməmişdən əvvəl ətrafımla dostluq eləməyə çətinlik çəkirdim. Səs tellərində problem olduğuna görə məktəbdə dostlarım məndən kənar gəzirdi. Bura gələndə çox sağ olsunlar. Bizim burada loqopedlərimiz, psixoloqlarımız, pedaqoqumuz, idman terapiyamız, onlar bizə övladıma müəllim, təlimçidən başqa ona dost oldular. Sosial Xidmətlər Agentliyi mənə onu öyrətdi ki, sevgi öyrətdi, mərhəmət öyrətdi, qayğı öyrətdi, tədbirlərə çıxış öyrətdi. Təlimlərimiz çox gözəl gedirdi, çox gözəl yanaşmalar vardı. Ona öz güvənini daha da artırdılar. Bu günləri mənim övladım tamam fərqlidir. Əvvəlkindən bura qədər müşahidələrdə, videolarda, danışıq səslərində görərik ki, fərqli bir uşaq formalaşdı. Sosial Xidmətlər Agentliyinə xüsusi təşəkkür edirəm. Gözdən Əli və Seybal İfic ola bilərəm. Sevgini və qayğını çox gözəl görürəm.